o məşhur söhbətdir ya, hamı eşidər bunu, yada salmaq üçün danışıram ki, böyük bir alimlərdən biri yuxu görmüşdü. Yuxuda görür ki, şeytan kəndirlə çəkib aparır. Öz zamanəsinin hələ alimlərdir. Bu da baxır orada kim var orada, deyir ki, kimləri çəkib aparsan, deyir filan kəsi hamını tanıyır da, özünü axtarır alimlərin arasında. Ki, mən də varam görəsən orada. Baxır, görür, yoxdur, deyir ki, bəs məni niyə çəkmirsən? Deyir, sənin üçün kəndirə ehtiyac yoxdur, sən də özün gəlirsən dalımıza. Buradan çıxarılan nəticə üstünədir, o, necə deyim, insan hətta yaxşı işlərində də, görürsən, bir özünə gedir, bir təkəbbür yaradır şeytan onun üçün ki, yaxşı işlər çevrilir pisə. Narla nurun arasında nə fərqi var ki? Bir dənə hərf fərqi var. Birində əlifdir, birində vavdır. Bunlar da bir-birlərini neynirlər, əvəz eləyə bilirlər də, xəstə hərflərdirlər. Seyyid İzmir rəhmətli demişkən, nar eynin nurudur, həm nur eynin narudur. Dozəx-u cənnət olub surətdə cana müxtəlif. Cəhənnəmdə nardır, cənnətdə nurdur. Bunların arasında incə bir dənə fərq var. Bu da o deməkdir ki, yaxşı işləri şeytan hələ eləyə bilər ki, çevirilər hamısı pisə, bir dənə qabağında təkəbbür qoymaqla. Necə ki, İsa əleyhissalama şeytan deyir ki, Bismillah deyir, demirəm. Deyir, ora Bismillah deyirəm dedə. Deyir, yox, o Bismillahı da sən didizdirirsən deyə demirəm. İnsanın o yaxşı işlərini birdən-birə pisə çevirmək xüsusiyyəti var şeytanın. Zarafat da deyil ki, indi axı bütün dünyanı, bütün aləmləri yaradan pərverdigar hələm-hələm işlər üçün o xəbərdarlıq, o cür ciddi xəbərdarlıq eləməz. Amma şeytan üçün nə qədər xəbərdarlıq eləyir ki, İnnəhu ləkum əduvvun mubin, özdə belə açıq-aşikar düşmənimizdir. Necə bilmirsiniz siz bunu? Əduvvun mubindir. Özdə ki, dinivin düşməni də öyle tək, sənin şəxsi düşmənindir.